arxa nakladkalar və qabaq nakladkalar dəyişməyə. Japko firmasınındır. Bunları mən öz köhnə 20 gövdəmdə də istifadə eləmişəm və effektini görmüşəm. Çox gözəl effekti var. Səs salmır, keyfiyyətlidir. İstədiyimiz belə deyim effekti ala bilirik. Qiymət də bəli, bahadır. Köhnə maşında bundan istifadə elədiyim və effektini gördüyüm üçün bundan da indi bu Görəndə Prius hansını ki müvəqqəti sürəm, elə ona da bundan istifadə eləyəcəm. Arxa nakladkaları niyə görə dəyişirəm? Çünki konkret tutmur da, konkret. Bu elə bir ki heç belə reaksiya vermir. O mənada ki, yenişli, yoxuşlu yollarda saxlayırsınızsa, bu ayaq ruçunu dartırsınızsa, heç bir effekt vermirsə, bilin ki, arxa nakladkabı sizin pis gündədir. Həmişə parkovkaya atıram, saxlayıram. Çox ziyandır korobkaya. Ona görə də gəldim elə sıraucudan dəyişməyə. Qabaq nakladkalar 35 manatdır. Arxa nakladkalar 38 manatdır. Üstündən çıxan nakladkalar bunlardır. Bunları dəyişirik. Yeni qabaqları da ucu çıxartdıq. Qabaqdan da çıxanlar bunlar. Seni götürüm ama. Deməli, əzizlərim, baxın, bax, fan servisdə satılan əyləc bəndləri qabaq üçün budur. Bu firmadır. 25 manat. Usta pulu ilə bir yerdə 35 manat. Zəhmət haqqı qabaq nakladka üçün 10 manatdır. Arxa nakladkalar da bu firmadır. Baxın. Bu da 25 manata satılır fan servisdə. Burada prosta zəhmət haqqı arxa nakladkalar biləsi çətin dəyişilir. 15 manatdır. Arxa nakladkalar. Belə. Artıq yekunlaşdırırıq. Arxa tərəf bu tərəf dəyişildi. Qabaq tərəf bu tərəf artıq dəyişilib. Bunların da qiymətini dedim. Japkodansa 25 manat, 35 manat üzr istəyirəm qabaq nakladkalardır. 38 manat arxa nakladkalardır. Usta pulunu da dizim. Yəni 10 manat qabaq, 15 manat arxa. Baba o nakladkadan baba bir dənə də ses gəlmir. Ona bax. Dal qabaq fərqi yox. Bax budur. İstədiyim bax budur. Balaca sürətdə. Səsə qulaq asmaq istəyirəm. Nakladkanı görüm balaca səsdə, böyük səsdə fərqi yoxdur. Gözəm. Bundan mən ləzzət alaram. Vəssalam. Allah xeyrin versin. Çox sağ ol qardaş. Var ol. Japkonun əyləc bəndləri burada hələ ki yoxdur. Ona görə də kimsə o əyləc bəndlərindən istəsə 070 790 86 86 mənim qardaşımın nömrəsidir. Çatdırılma işinə o baxır.
O nə əlaqə saxlayırsınız, ya özündən götürürsünüz, onda çatdırılma pulu olmur. Özündən götürsəz Musabeyev heykəlin yanına Yasamal tərəfdən götürürsünüz. Yox, əgər o çatdırılsa, çatdırılma eləsə Bakıda şəhər daxili 5 manatdır, kəndlərə və bölgələrə 10 manatdır. Fan servisdə yerləşir. Premium klinikin arxasında, bura premium klinikdir. Düz onun arxasında fan servis. 3-cü mikrorayon dairəsinin yanında. Premium klinik Waze-də yazsınız, orada yerləşir. Yaxınlaşırsınız, sakitçilikdir, görürsünüz, maşınlar az. Gəlirsiniz, işinizi görürsünüz, gedirsiniz. Yəni buradakı ustalarla şükür Allah hələ ki heç bir problem yaşamamışam və izləyicilərimdən də heç bir şikayət hələ ki gəlməyib bu ustalarla bağlı. Əzizlərim, bu nəyə görə mən həmişə belə böyük danışmaq kimi çıxmasın. Niyə görə mən həmişə orijinal malları xoşlayıram? Çünki bundan səs gəlmir. Vallahi deyirəm, belə yenə deyirəm ha. Olur ki, ucuzlu mal da qoyursan səs gəlmir. Vallahi ucuzlu mal qoyursan da qəşəng gedir. Bu indi bax tormuz verirəm. Qram qabaqdan səs gəlmir. Yəni köhnə nakladkaları yeyilmişdi. Anam xırç, nə bilim dəmirin sesi, baş üstün, cilti səslər, Diyanana yaxın. Səs gəlir, bir sözlə qardaş səs gəlir. Balaca ayağı tormuzun üstünə qoyursan, indi lap balaca qoymuşam. Qram səs gəlmir. Baş üstün. Amma onda arada bir fit çalırdı, baş üstün, arada bir dayanırdı. Nə bilim, yəni bir sözlə qardaşlar, onu demək istəyirəm ki, imkanın varsa, Allah Taala hər bir bizə bol ruzi nəsib eləsin. İnşallah ki, ürəyiniz istədiyiniz maşınları sürəsiniz, ürəyiniz istədiyiniz orijinal malları qoya biləsiniz üstünə. Ki, doğrudan da həqiqətən vallahi adam sürəndə maşında ləzzət alır. Peridoku ideal idi. Bir dənə nakladkalar xoşuma gəlmirdi. Onu da dəyişdim inşallah. Oldu ucu qırğın. Maşına vəziyyəti yəni maşallah olsun, əla. Pası çürüyü heç nə yoxdur da, heç nə. Pas çürüyü, peredok, nə bilim. Bircə dənə burada nol var, onu da inşallah sağlıq olsun eləyəcəm. Yəni siz bilirsiniz ki, mənim heç bir yalanım yoxdur da izləyicilərimlə mənim aramda. 1 litr dostum hələ özü yağı çox vurmuşdu, ona görə bir balaca burada yağ buraxdı. İndi onu inşallah yuyandan sonra bir dənə dəqiq baxacağım ki, ya görüm var yoxsa yox. Yəni yenə də yağ buraxır yoxsa yox. Arxa sarnıqından. O da ki, yəni buraxmamalıdır. Çünki 2 həftə bundan qabaq bir dənə yağı biraz çox vurdu, 1 litr. Oradan buraxdılar. Buraxdılar, vəssalam. Ondan sonra ucu olmadı. Yəni belə bir problem oldu. O da ki, inşallah ki 99% o 1 litr yağ çox olduğuna görə bu hərəkət olmuşdur. İnşallah o da həll olunacaq. Şu qalan da ki, qardaşlar, bu qədər. Yəni burada yekunlaşdırırıq.